Bu günləri qurbanlar kəsiləcək. Kəsdiyimiz qurbanlarla bərabər içimizdə, nəfsimizdə olanları kəsək. O qeybət eləyirik bütün gün, onu kəsək. Yalanı kəsək. İnsanların haqqına giririk, onu kəsək. Qəlb qırırıq, onu kəsək. Ən pisi bilirsiniz nədir? İçimizdə o ücub xəstəliyi var. Təkəbbürlük görünmür. Heç kim onu hiss eləmir. Bir-iki dənə kitab oxuyub, vallahi billahi. Mən aliməm, özündən hədislər filan, izahlar verir. Baxırsan yaxın getmək olmur. O ücub xəstəliyidir. Hər bir insanda ola bilər. O içimizdə olan ücub xəstəliyini kəsək, təkəbbürlüyü uzağa qoyaq. Gözəl sözdür, bir neçə günlük dünyadır bu dünya həqiqətən. O deyirlər bəzən 3 gün, dünən çıxıb, bugün var, sabaha ümid yoxdur. Niyə insandan qəlbini qırırsınız? Ona görə bugünkü qurbanımızı kəsdik, nəfsimizdə olan bu günahları da kəsək.